Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bu günləri sizlərə ən asan və çox tez hazırlana bilən ləzzətli, yumşaq bir tort hazırlayacağım. Əvvəlcə onu qeyd edim ki, tort üçün lazım olan bütün ərzaqlar çalışın ki, hamısı ev temperaturunda olsunlar. 3 ədəd ağlı sarlı iri ölçüdə yumurta götürürük. Yumurtalarımızı sındırırıq. Üzərinə bir çimdik duz, bir paket, yəni 5 qram şəkərli vanilya əlavə edirik. Üzərinə 200 ml stəkan ölçüsü ilə 1 stəkan, yəni 200 qram şəkər tozu əlavə edirik. Mikserə ehtiyac yoxdur. Sadəcə yumurta çırpan vasitəsilə 1-2 dəqiqə müddətində bunları qarışdırırıq. 2 dəqiqə qarışdırsaz yetərlidir ki, şəkər tozu ilə yumurta bir-birinə qarışsın. İki dəqiqə yumurta ilə şəkər tozunu qarışdırdıqdan sonra üzərinə 100 ml, yəni yarım stəkan duru yağ əlavə edirik və yağımızla da birlikdə bunları bir qədər də qarışdırırıq. Yağımızla da birlikdə biraz qarışdırdıqdan sonra üzərinə ev temperaturunda olan 1 stəkan qatıq əlavə edirik. Stəkan ölçümdə 200 ml stəkan ölçüsüdür və bu 200 ml stəkan ölçüsü ilə qatığımız da 200 qram eləyir. Qatığı əlavə edirik, üzərindən də bir paket yarım, yəni 15 qram qabartma tozu əlavə edirik. Bir paket bütöv gedir və digər ikinci paketində yarısından. Çay qaşığı ilə desək 3 çay qaşığı qabartma tozu əlavə edirik və bunları da birlikdə yaxşı-yaxşı qarışdırdıqdan sonra ən axırda isə 2 stəkan unu hissə-hissə əlavə edərək çırpıcı vasitəsilə qarışdırırıq. 200 ml stəkan ölçüsü ilə 2 stəkan un qramla 260 qram un eləyir. Çox vaxt xanımlarımız elə bilir ki, 200 ml stəkan ölçüsü ilə 1 stəkan un 200 qram gəlir. Amma unun çəkisi yüngül olduğu üçün un hər zaman çəkidə bir qədər az gəlir. Mənim də videolarımda hər zaman istifadə etdiyim stəkan ölçümü 200 ml olduğu üçün 200 ml stəkan ölçüsü ilə 1 stəkan un 130 qram eləyir. Ümumilikdə xəmir üçün 260 qram, yəni 2 stəkan undan istifadə etdim. Xəmirin qatılığını burada sizlərə göstərdim. Nə çox qatı, nə də çox duru olmayan bir xəmir olur. Mən 28 sm dairənin içərisində bişirdim xəmirimi. Qəlbimizi yaxşı-yaxşı yağlayırıq, hər tərəfini, kənarlarını, altını yaxşıca yağladıqdan sonra xəmiri içərisinə əlavə edirəm və artıq sobanın da səsini eşidirsiniz. Sobanı da öncədən yandırmışam. Mütləq alt-üst hər ikisi yanmalıdır. Öncədən isidilmiş sobada mən konveksiya rejimində 150-160 dərəcə arasında bişirdim. Çünki konveksiya rejiminin hər zaman istiliyi çox olur. Ona görə 150-160 dərəcə istilikdə bişirməyə yerləşdirdim sobama. Amma sizlər konveksiyasız adi sobalarda isə 180 dərəcədə bişirə bilərsiniz. 35 dəqiqə müddətində bişib hazır olur xəmirimiz və bu müddətdə də, bişən müddətdə də mən krem hazırlayıram. Krem üçün 150 qram kərə yağımızı götürürük. Çalışın ki, kərə yağı mütləq ev temperaturunda olsun. Həm kərə yağınız, həm də istifadə edəcəyiniz qatlaşdırılmış süd hər ikisi ev temperaturunda olsunlar ki, kremi hazırlayarkən çürüməsin. Əks halda biri isti, yəni ev temperaturunda, biri soyuq olarsa, onda bilin ki, krem çürüyə bilər. Mütləq çalışın ki, öncədən çıxardın, soyuducudan ev temperaturunda qalsın, yəni ev temperaturunun havasını alsınlar. Yağımız da yumşalsın. Deməli, 150 qram ev temperaturunda tam yumşalmış kərə yağımızı rəngi ağarana qədər mikserlə qarışdırdım və yarım bankadan hardasa bir xörək qaşığı artıq da qatlaşdırılmış, qaynamış süddən istifadə etdim, qarışdırdım və budur, kremimiz hazırdır. Tortumuzun xəmiri də adi bir keks xəmiridir. Bu xəmir tez bişir, 35 dəqiqə müddətində bişib hazır oldu. Sobalar müxtəlifdir. Hər kəs öz sobasının dərəcəsinə uyğun ayarlasın dərəcəni. Baxın, mən çöpü salıram. 30-35 dəqiqədən sonra demək sobanın ağzını açdım və çöpü salıram, baxıram ki, çöp quru çıxır. Yəni tam bişib, tam bişdikdən sonra sobamdan götürürəm. Onu da qeyd edim ki, sobanın ən alt gözündə bişirdim və soymasını gözləyirəm. Bir qədər soyduqdan sonra qabın içərisindən çıxarıram. Yumşaq və çox gözəl alınıb. Gördüyünüz kimi bu cür olur. Yəni bundan artıq hündür olmur. Çünki 3 ədəd yumurtanın xəmiridir. Və mən ev üçün asan bir tort hazırlamaq istədim. Ürəyimdən keçdi və bu cür hazırladım. Çox gözəl də alındı. Soyduqdan sonra tən ortadan 2 yerə böldüm və nəmləndirdim südlə, adi südlə nəmləndirdim. Sizlər istəsəniz, məsələn, çox şirin sevənsinizsə, onda adi mürəbbənin suyundan götürün bir qədər. Yəni mürəbbə şirəsinə biraz adi su əlavə edin, qarışdırın və beləcə xəmirləri onunla nəmləndirə bilərsiniz.
İki hissəyə böldüm. Kənarlarını da kəsdim. Kənarlarını da ovub üzərinə, kənarlarına ovunda hazırlayacağım və birinin üzərinə kremi çəkdikdən sonra digərini də kənarda biraz nəmləndirirəm südlə və bunu da üzərinə yerləşdirirəm. Qalan südü də üzərinə əlavə edirəm və kremləyirəm. Üzərində kənarlarını da kremləyirəm. Kənar hissələrindən kəsib çıxartdığım ovuntuları var idi ki, onu da əlimlə ovmuşam və tortumuzun üzərini, kənarlarını onunla örtürəm. Əgər çatmasa sizlərdə, məsələn, ovuntusu az olarsa, məndə də bir qədər az oldu. Baxdım ki, evdə qoz ləpəsi var. Biraz da qoz ləpəsi doğradım, onu da üzərinə, kənarlarına əlavə etdim. Baxın, bu tortun xəmirinin öz yəni kənar hissələridir ki, kəsmişəm. Çox belə narın istəyirsinizsə, onda rondodan da keçirdə bilərsiniz. Mən əllə ovdum. Mən biraz belə iri qalanda çox sevirəm. Ona görə elə əlimlə ovdum. Və üzəri üçün, kənarları üçün bu az olduğuna görə biraz da qoz ləpəsi doğradım, kənarlarına, üzərinə əlavə etdim və sadə, çox dadlı, yumşaq bir tortumuz hazır oldu. Sizlər də əgər tez, asan hazırlanan bir tort hazırlamaq istəsəniz, bu tortu mütləq bişirin. Gözlətməyə ehtiyac yoxdur. Sadəcə bir yarım saat gözləyin. Yarım saatdan sonra artıq kəsib dilimləyib nuş edə bilərsiniz. Həm yumşaq, həm dadlı, həm də çox asan hazırlanan bir tortdur. Əgər iri hazırlamaq istəsəniz bu tortu, onda ərzaqların miqdarını 2 dəfə artırın. Yəni ayrı-ayrı tavallarda 2 ədəd bu cür bişirin və hər birini də soyduqdan sonra 2 yerə bölərək kremi də biraz artıq hazırlayıb üst-üstə yığaraq kremləyə bilərsiniz. 4 ədəd korjdan böyük, iri bir ölçüdə tortunuz alınacaq. Üzerini də, kənarlarını da həm qoz ləpəsi ilə, həm də öz ovuntuları ilə bəzəyə bilərsiniz. Asan tort resepti axtaranlar üçün bilirəm ki, bu reseptim göydən düşmə olacaq. Bu qədər, göz haqqınızı halal edin. Əgər videomuzu bəyəndinizsə, bəyənməyi, yaxınlarınızla paylaşmağı və bir kəlmə olsa belə şərh yazmağı unutmayın. Sağ olun, salamat qalın.